Ötən il aqrar sektora dəyən zərər üzrə sığortalı təsərrüfatlara 6 milyon 423 min manat ödəniş edilib. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat artıb. İndi kütləvi şəkildə əkilən daha bir bitkinin qoz bağlarının dövlət dəstəyi ilə sığortalanmasına başlanılıb. Rəsmi rəqəmlərə görə 2024-cü ildə qoz bağlarının ümumi əkin sahəsi 7 min hektar təşkil edib. Bunlar daha çox Şəki-Zaqatala, Quba-Xaçmaz bölgələrindədir. Təxminən 40%-ə qədəri məhz Şəki-Zaqatala bölgəsindədir. Çox ucuz bir, belə deyək, maliyyə tələb edir. Yəni 1000 manatlıq, belə deyək, qoz bağının sığortası üçün cəmi fermer ödəməlidir. Quba-Xaçmaz regionunda cəmi 10 manat, Şəki-Zaqatala üçün 19 manat. Yəni bu çox, belə deyək də, 1000 manatın qarşılığında çox cüzi bir məbləğ olur və bu məbləği ödəyərək həmin ərazilərini sığortalamış olurlar. Aqrar sığortaya müraciət edərək nəinki qoz bağlarını, bütün bağları, yəni meyvəçilik bitkiləri sığortalaya bilərlər. Qeyd edək ki, təbii fəlakət nəticəsində qoz bağlarına dəyən zərərin məbləği fermerlərə fond tərəfindən ödənilib. 2024-cü ildə hadisələrlə bağlı təxminən aqrar sığorta tərəfindən 20 mindən çox sığorta ödənişi olunmuşdur fermerlərə. Bunlar daha çox sel su basma, qasırğa fırtına riski ilə bağlıdır. Yəni bizə gələn müraciətlər, həmçinin dolu riski də var bunun içərisində. Həmçinin bunu da qeyd edək ki, fermerlər ağacın özünü də, yeni salınmış bağlar üçün tinkləri də sığortalaya bilərlər.